Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Müqəddəs Ramazan ayındayıq. Allah Teala ibadət və itaətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Biz bura qədər ümumi imamət barəsində danışdıq. Qur'an-ı Kərimdə ümumi imamət barəsində Allah Teala bir sıra məsələləri buyurmuşdur. O məsələlərdən biri budur ki, imamət bir mənada iki hissəyə bölünür. Hidayət edici imamlar, zəlalətə tərəf dəvət edən imamlar. Heç şübhəsiz hidayət edici imam Allah tərəfindən təyin olunan imamdır və bu ən üstün ilahi məqam hesab olunur. Və Hz. İbrahim əleyhissalam ömrünün sonunda bu məqama nail olmuş və nəslinin də bu məqama sahib olmasını Allahdan diləmişdir. Bu və digər məsələlər Qur'an-ı Kərimdə ümumi imamət barəsindədir. Bu gün isə xüsusi imamət barəsində danışacağıq. Xüsusi imamət, yəni bizim Peyğəmbərimizin canişini kimdir və Həzrəti Peyğəmbər onu necə tanıdıb? Bu barədə heç şübhəsiz əsas mənbə, əsas məhvər Qur'an-ı Kərimin ayələridir. Amma Qur'an-ı Kərimin ayələrini daha yaxşı incələmək üçün, daha yaxşı anlamaq üçün Qur'an-ı Kərimin icazə verdiyi mənbələrə müraciət etmək lazımdır. Yəni bir insan, məsələn, Qur'an-ı Kərimi ərəb dilində nazil olubsa, bu heç şübhəsiz ərəb dilini öyrənməlidir. Yəni sərf, lüğət və s. elmi öyrənməlidir. İndi bu elmləri öyrənmək o demək deyir ki, bu Qur'an-ı Kərimi qoyub gedib bunların surağına. Xeyr, bunlar vasitədir. Digər tarixi məsələlər, hədisə baxmaq və s. Qur'an-ı Kərimi daha dəqiq başa düşmək üçün istifadə olunarsa, heç şübhəsiz bu Qur'an-ı Kərimin icazə verdiyi bir metoddur. Hər bir halda sualımız budur ki, İslam Peyğəmbəri öz canişinlik məsələsini necə və hansı formada bəyan etmişdir? Əgər yadınızdadırsa, biz dedik ki, canişinlik məsələsi ümumən Peyğəmbərdən sonra gələn bir məsələdir. Yəni canişin əvvəlki Peyğəmbərin gətirdiyi dini məsələləri, dini şəriəti qoruyan, hifz edən, insanlara çatdırmaq kimi bir məsuliyyətə, mənsəbə sahibdir. İstərdim burada bir incə məsələyə toxunam. O da budur ki, İslam Peyğəmbəri ki, gəldi insanların arasına və onları Allaha dəvət etdi, Ərəb yarımadasında, Ərəbistanda, yəni Peyğəmbərin ətrafında olan insanlarda Peyğəmbərdən sonra mütləq canişin olmalıdır sualı zehinlərində var idi, yoxsa yox? Yəni onlar bunu gözləyirlər ki, Peyğəmbər ilahi rəhmətə gedəndən sonra onun yerində kimsə oturmalıdır. Ha? Bu sual onların düşüncəsində var idi, yoxsa yox? Təbii olaraq biz İslam tarixinə müraciət etdikdə görürük ki, bəli, müəyyən qəbilə başçıları İslam dinini buna görə qəbul etmişlər ki, və yaxud qəbul etmək istəmişlər ki, Peyğəmbərdən sonra onun canişini olsunlar. Bu barədə müxtəlif tarixi kitablar var. Eyni zamanda sizlər İbn Səidin Ət-Təbəqatul Kubra əsərinə baxa bilərsiniz. Məsələn, Havzat ibn Ali Hənəfi adlı şəxs Peyğəmbərə bu təklifi edir, Peyğəmbər onu qəbul etmir. Və yaxud eyni zamanda Bəni Amir qəbiləsini Allah Rəsulu İslama dəvət edir. Bunu da İbn Hişam öz sirəsində gətirir ki, həmən şəxs Peyğəmbərə xitabən dedi ki, mən ki səni dini qəbul etdim, sənə boyun əydim, sənə kömək etdim. Əyəkunu lənəl əmru min bə'dik, səndən sonra
imamət məqamı, canişinlik məsələsi bizə də çatacaqmı? Yəni sən ilahi rəhmətə gedəndən sonra sənin yerində bizlər olacaqmı? Sən bizi öz canişinin edəcəksənmi yoxsa yox? Allah Rəsulu onun cavabında buyurur ki, Əl-əmru ilallah yazəəhu haysu yaşa. Allah hara istəsə, kim istəsə bu məqamı verir. Yəni mənim əlimdə deyil. İmamət məqamı səmavi bir məqamdır və Allah təyin edəcək. Bunlar nəyi göstərir? Onu göstərir ki, Ərəb qəbiləsi, bu səhrada yaşayan Ərəb bu düşüncədədir ki, bəli, hər bir peyğəmbərin bir canişini var. Və biz yarışaq, peyğəmbərdən tələb edək ki, özündən sonra bizi canişin təyin etsin. Ərəblərin, hələ İslam gətirməyən ərəblərin düşüncəsində bu canişinlik məsələsi var. Təəssüf olsun ki, İslam dünyasında bir iddə şəxs Allahın kitabını oxuya-oxuya, Allahın göndərdiyi Rəsulun hədislərini oxuya-oxuya iddia etmişlər ki, Peyğəmbər dünyasını dəyişdi, heç vaxt canişinlik barəsində bir söz demədi. Necə olar? Bir səhra ərəbi canişinlik məsələsinə həssas olsun, sən deyəsən ki, Peyğəmbərin belə bir düşüncəsi yox idi, ağlından keçmirdi. Yəni bu şəxs, o səhrada yaşayan, İslamı qəbul etməyən ərəb qədər düşünə bilmir. Niyə görə düşünə bilmir? Özü axtarmalıdır sualın cavabını. Sualın cavabı aydındır. O qədər aydındır, sadəcə düşünə bilmir, görə bilmir. Hər bir halda müxtəlif tarix kitablarına baxa bilərsiniz. Görərsiniz ki, onlar Peyğəmbərin canişini olmaq məsələsində həssas edirlər. Allah Rəsulu həmişə bu məqamı əziz tutur və onun bir ilahi məqam olduğunu vurğulayırdı. Demirdi, bu məqam yoxdur məndən sonra. Xeyr, məndən sonra heç kim imam olmayacaq, canişinim olmayacaq. Deyirdi, bu Allahın əlində olan bir məqamdır. Bəs yaxşı, tam olaraq öz canişinini haçan və nə zaman ifadə etmişdi? Allah Rəsulu ümumi peyğəmbərliyini açıqladığı zaman Həzrəti Əlinin imamətini də insanlara bildirmişdir. Çox maraqlıdır. Allah Rəsulu hələ tam olaraq insanlar tərəfindən bir ilahi peyğəmbər olaraq hələ təsdiq olunmayıb, qəbul olunmayıb, öz canişinlik məsələsini insanlara təqdim edir. Bu barədə Şüəra surəsinin 214-cü ayəsində ki, Allah buyurur, وَعَنْزِرْ əşirətəkəl əqrəbin, öz yaxın qohumları Allahın yoluna dəvət et, onları qorxud. Bu ayənin şən nuzulunda yer alan hədislərdən biri də budur ki, Allah Rəsulu Əbdülmütəllib oğullarını, övladlarını bir araya yığdı və dedi ki, mən Allah tərəfindən sizə göndərilmiş Rəsulam, dünya və axirət səadətini sizə gətirmişəm. فَأَيُّكُمْ يُعَازِرُونِ عَلَى الْحَازَ الْعَمِرِ أَلَا أَنْ يَكُونَ أَخِي وَخَلِيفَةِ فِيكُمْ Sizlərdən hər kim mənə kömək etsə, mənim qardaşım və xəlifəmdir. Bu zaman yalnız və yalnız Əleyhisselam, o mazırını eşitmişsiniz də, mən istəmirəm təkrarlayım. Əleyhisselam qalxır, deyir ki, ya Rəsulallah, mən qəbul edirəm. Allah Rəsulu Həzrəti Əliyə xitabən buyurur ki, İnnə həzə əxi və vəsi və xəlifəti fikum, bu mənim qardaşım, vəsim və xəlifəmdir sizin aranızda, fəsmə'u ləhu və əti'u, ona qulaq asın və ona tabi olun. İnsanlar hələ Peyğəmbərin peyğəmbərliğini qəbul etməyib, bu öz canişinlik məsələsini insanlara çatdırır. Bu zaman insanlar Əleyhisselamın atasına, Əbu Talibə xitabən deyirlər ki, Qəd əmərəkə ən təsməun li ibnik. Allah Rəsulu, yəni Peyğəmbər bizə əmr etdi ki, sənin oğluna və yaxud sənə əmr etdi ki, öz oğluna tabi ol. Demək, canişinlik məsələsi Peyğəmbərin ilk peyğəmbərliyini aşkar edən vaxtdan
buyurulan, təqdim olunan bir məsələdir. Çünki həssas məsələdir. Hər bir insanı maraqlandırır. Ona görə də Allah Rəsulu öz nübüvvəti ilə yanaşı bərabər Əli əleyhissalamı təqdim edir. Bu hədis barəsində ki, Yevmüddar və yaxud Əşirə hədisi adlanır. Müxtəlif məsələlər, şübhələr var. İnşallah gələn bəhsimizə bu məsələlərə toxunacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.